Müasir dünya sürətlə rəqəmsal ödəniş sistemlərinə keçid edir. Proses Azərbaycanda da kifayət qədər sürətlidir və kağız pulların tarixə qovuşacağı fikri artıq ehtimal kimi görünmür. İnsanlar daha çox nağdsız ödənişlərə yönəlir və bu həm rahatlıq, həm də təhlükəsizlik baxımından üstünlük təşkil edir. Kartla ödəyirəm, kart sərfəlidir, rahatdır, pul cibdə saxlama ehtiyac yoxdur. Kart sistemi gözəldir, faydalıdır, yaxşıdır, kəşbək də olur. Əsasən nəqd deyirəm, amma kart onda da olur da, yəni, amma əsas nəqd. Kartla eləyirəm, daha çox nağd pul gəzdirmək biraz təhlükəlidir indiki zamanda ona görə. Market, alverişinə evdə mən baxmıram, ona görə də kart sistemindən də o qədər hələ başım çıxmır. Marketlər və digər ticarət obyektləri kağız pullardan tam imtinaya hələlik müsbət yanaşmırlar. Çünki hələ də nağd pulla ödəniş edən bir çox müştəri var. Bununla belə nağdsız ödənişlərə olan marağın artmasını nəzərə alaraq elektron ödəniş sistemlərinin genişləndirilməsinə çalışırlar. Daha çox kartlardan istifadə olunur gün ərzində, əski nağdlardan az istifadə olunur. Kartlarla bağlı problem olur, sadəcə gec-gec olur, bank tərəfindən olunur. O da sistem donmaları falan olduqda çox yaşlı nəsildə demək olar ki, kartlardan istifadə edir. O bunun sübutudur ki, gələcəkdə əski nağdlardan istifadə olunmayacaq. Ekspertlər də hesab edirlər ki, nağdsız ödəniş sistemlərinə keçidin artan iqtisadi səmərəlilik, təhlükəsizlik və şəffaflıq baxımından üstünlükləri çoxdur. Gələcəkdə təbii ki, yəni kağız pulların dövrədən çıxarılması və yaxud ki, onları elektron pulla əvəz olması məsələləri də hədəfdədir. Və gələcək perspektiv üçün, belə deyək ki, ümumiyyətlə nağdsız hesablaşma, yəni elektron pul dünya üçün daha əsas olacaqdır. Ruslan Atakişiyev hesab edir ki, kart vasitəsilə ödəniş etməyi vərdiş halına çevirmək lazımdır. Bunun üçün vətəndaşlar, xüsusən yaşlı nəsil mütəmadi maarifləndirilməlidir. Kartla bağlı ödənişlərdə problemlər hələ ki yaşanır. Çünki bu bəzi şəxslər ki var, onlar üçün onların uyğunlaşmaq çətin çəkir. Bunlar daha çox yaşlı insanlardır, pensionerlərdir ki, məsələn onlar pensiyalarını alan vaxt, təqaüddən alan vaxtı tez bir zamanda onu nağdlaşmağa çalışırlar. Məsələ ilə bağlı Mərkəzi Bankdan bildirildi ki, ödəniş xidmətləri üzrə təhlükəsizliyin və səmərəliliyin təmin edilməsi məqsədi ilə milli ödəniş sisteminin müasirləşdirilməsi, bazar iştirakçıları üçün əlverişli mühitin yaradılması və effektiv nəzarət çərçivəsinin formalaşdırılması da nəzərdə tutulur. Nəticə etibarilə rəqabət qabiliyyəti və innovativ ödəniş ekosisteminin formalaşdırılması və nağdsız ödənişlərin genişləndirilməsi iqtisadi artıma əhəmiyyətli töhfə verəcəyi gözlənilir.